Dünyada elmin düz 70 il boyunca aciz qaldığı bir sirr olduğunu bilirsinizmi? Bura yerdəki ən cəhənnəmvari məkan, Kaliforniyanın ölüm vadisidir. İstidən canlıların belə yaşaya bilmədiyi bu qurumuş göl yatağında tam 300 kiloqram ağırlığında olan nəhəng qayalar öz-özünə səyahət edir. Yad planetlilər, yoxsa qravitasiya qanunlarının pozulması? Alimləri dəli edən bu tapmacanın arxasındakı gizli həqiqəti bugün tamamilə açırıq. Hər şey 1940-cı illərdə geoloqların bu ərazini kəşf etməsi ilə başladı. Ortada heç bir canlı yox idi. Amma daşlar sanki gecələr gizlincə canlanıb yerini dəyişirdi. Üstəlik, bəzi izlər düz 200 metrdən çox uzanırdı. İnsanlar bunun səbəbini geomaqnit sahəsi, yad planetlilər və ya gizli ruhlarla əlaqələndirirdilər. Amma sirrin cavabı yayda yox, qışın dondurucu soyuğunda gizlənmişdi. Dünya bu sirrin cavabını düz 70 il axtardı. Nəhayət 2011-ci ildə alimlər GPS və xüsusi kameralarla həqiqəti üzə çıxardı. Sirrin səbəbi sehr yox, qışda yaranan nazik buz təbəqəsi və zəif külək idi. Buz lövhələri hərəkət etdikcə yüzlərlə kiloqramlıq daşları da yavaş-yavaş sürüşdürürdü. Bu kəşf izlərin niyə fərqli olduğunu da izah etdi. Paralel izlər eyni buz lövhəsində hərəkət edən daşlardan, qəfil dönən izlər isə buzun parçalanması nəticəsində yaranırdı. Hətta bəzi uzun izlərin sonunda daş olmamasının səbəbi də məlum oldu. Onları daşlar yox, sonradan əriyən buz parçaları qoymuşdu. Gördüyünüz kimi bu sirrin arxasında sehr yox, elm dayanırdı. Bəs siz bunu əvvəllər bilirdinizmi? Fikirlərinizi şərhlərdə yazmağı və videonu bəyənməyi unutmayın. Növbəti videoda görüşənədək.